Əhzab surəsinin 57-ci ayəsi Allah Teala Peyğəmbər salavatıllaha buyurur ki, İnnellezîne yu'zûnallâhe ve rasûleh. Onlar ki Allaha və onun rəsuluna əziyyət edir. Allahı və Peyğəmbəri incidənlərə, ya Peyğəmbər de ki, insanlara çatdır ki, la'anəhumullah fid-dünya vəl-axirə. Allah həm bu dünyada, həm də axirətdə onlara lənət edər. Və a'addə ləhum əzabən muhina. Onların dözə bilmədiyi, tab gətirə bilmədiyi əzabı onlara hazırlayıb. Bu ayənin təfsirində Peyğəmbər salavatullahdan bir təvatür həddində olan bir hədis nəql olunur. Bir gün Peyğəmbər salavatullah sahabəni yığdı bir yerə, qızı Zəhra salamullah əleyha da yanında. Dedi, hər kəs qızım Fatiməni tanıyıb, tanıyanlarla işim yox. Amma kim ki tanımır, bilsin, Fatimətü bəzəətun minni. Qızım Zəhra mənim canımın bir parçasıdır. Yuzini ma azaha. Hər kəs ona əziyyət eləsə, mənə əziyyət edib. Kim qızım Zəhranı incitsə, məni incidib. Fəmən azani aza Allah. Məni də incidən Allah incidib. Deməli, ayət-i şərifədə ki buyurulur, Allah və onun rəsuluna əziyyət edənə Allah lənət edər həm dünyada, həm axirətdə. Bu hədislə onu nəticə alırıq ki, xanım Zəhra salamullah əleyhanın Peyğəmbər salavatullahdan sonra evinə hücum eləyənlər, o hücumu təşkil eləyənlər, qapısına od vuranlar, vəhy evinə atəş vuranlar da bu ayədə qeyd olunan elə dünya və axirət lənətə layiq olan kəslərdilər. Biz bunu ayə və hədislə açıq-aşkar nəticə əldə edirik.